Herkese salam. Bu dərsimizdə biz C dilində operatorlar mövzusunu danışacağıq. Operatorlar nədir? Qısa bir izah. Operatorlar bizim proqramlaşdırma dillərində müəyyən dəyişənlər, sabitlər üzərində, həyaxud da stringlər, yəni hərfi ifadələr, mətni ifadələr belə deyək, onlar üzərində müəyyən əməliyyatları həyata keçirtmək üçün istifadə etdiyimiz simvollar toplusudur. Bu operatorlar da özlüyündə müəyyən siniflərə bölünür. Riyazi operatorlar, məntiqi operatorlar və s. Gəlin operatorun nə olduğunu qısa bir nümunə ilə başa düşək. Mən burada 2 + 3 = 5 ifadəsini yazdım ki, bu ifadə zaten hər kəsə tanışdır. Biz burada sadə riyazi bir ifadə yazdıq. Mən burada nə etdim? Yəni proses olaraq 2 ilə 3-ün cəmini tapmaq istədim. Biz nə dedik? Dəyişənlər üzərində müəyyən proseslər, əməliyyatlar aparmaq üçün. Məsələn, 2 olsun A, 3 də olsun B. Bunlar artıq bizim bir dəyişənimizdir. Mən A ilə B-ni toplayıram. Bu toplama üçün də mən nə edirəm? Toplama işarəsindən, bu simvoldan istifadə edirəm. Bu simvol artıq proqramlaşdırmada operator sayılmış olur. İndi isə keçək operatorların, dedim ki, siniflərə bölünür. Bunlara bir-bir baxaq. Burada artıq biz riyazi operatorlara baxırıq. Riyazi operatorlardan ilk 4-ü məncə artıq sizə tanışdır. Zaten bu standart riyaziyyatda da toplama, çıxma, vurma və bölmədir. Faiz işarəsi nədir? Faiz işarəsi bölünmədən alınan qalığı göstərir. Yəni oradakı nəticə bizə maraqlı deyil, sadəcə qalıq hissəsini bizə göstərir. Bunun üçün də proqramı run edirəm. Burada simvola biraz qəribə düşmüş ola bilər. Bu Azərbaycan şriftinə görədir. Onu boş verək. Qalıq burada artıq 1 qalmış olur. Digərlərdəki zaten standart olaraq 10/3, 13, çıxanda 7 və s. Bunlar bizim riyazi operatorlarımız sayılır. Daha sonra bizdə müqayisə operatorları mövcuddur. Müqayisə operatorları isə yenə məktəb vaxtlarından bildiyimiz iki dəyişənin müqayisəsi üçün nəzərdə tutulur ki, biz bu müqayisə operatorlarına həm də müəyyən şərtlər yazanda istifadə edirik. Məsələn, A-nın dəyəri B-dən böyükdürsə, sən get filan bir işi gör. Və yaxud da kiçikdirsə, başqa bir işi gör. Yəni, biz bu müqayisə operatorlarını bu şərtlərdə çox geniş istifadə edirik. İndi keçək bu operatorların izahına. İlkdə A2 bərabər işarəsi ilə B-yə. Bu nə deməkdir? Yəni, A bərabərdir B. A B-yə bərabərdir. Əgər nida daha sonra bərabər işarəsi varsa, bu A B-dən fərqlidir mənasına gəlir. Daha sonra A B-dən kiçikdir, A B-dən böyükdür və A B-dən kiçik bərabərdir və böyük bərabərdir işarələrdir. Proqramı run edək, nəticəni də görək. Biz burada C-də nəticəni görərkən təbii ki, true false almırıq, bunun yenə 0-1 nəticəsini alırıq. Zaten burada 0 belə deyək, false dəyərini daşıyır, 1 isə true dəyərini daşıyır. Bizdə A5, B isə 8 idi. O səbəbdən A-nın B-yə bərabər olma ifadəsi yanlışdır, 0 verir. A B-dən fərqlidir, bu ifadə artıq düzdür və buna 1 dəyərini verir, yəni true dəyərini vermiş olur. Bu şəkildə biz məntiqi operatorlarımızdan öyrənmiş olduq. Daha doğrusu müqayisə operatorlarını öyrənmiş olduq. İndi keçək məntiqi operatorlara baxaq. Bunlar da bizim məntiqi operatorlarımızdır. Məntiqi operatorlar müəyyən şərtlərin nə dərəcədə ödəndiyini təmin edir. Bunları təyin edir. Bizim 3 ədəd məntiqi operatorumuz mövcuddur. Bunlar biz, yəni belə deyək, Azərbaycan dilində sözlə demək istəsək, birincisi vədir. Bu 2 ampersatdan belə deyək, istifadə olunur. 2 ampersat işarəsi və mənasını daşıyır. Bu da nə deməkdir? Mən 2 şərt vermişəm və bu 2 şərtin hər ikisi ödənirsə, o zaman gəlib buradakı kodu işə salmalıdır. Burada təbii ki, sırf 2 şərt yox da, çoxlu şərtlər də ola bilər. Məsələn, siz və operatorundan istifadə eləyib, belə deyək, bu operator, desən, kopyalanmadı. Bu operatordan istifadə eləyib, ki, burada da müəyyən bir şərt var və burada da müəyyən bir şərt var. Bu şəkildə minlərlə şərt yazsaz, bu şərtlərin hamısı ödənməlidir. Yəni 1000 ədəd şərtdən bir şərt ödənməsə belə, artıq bu proqram bu hissəni icra etməyəcək. Bu səbəbdən də və-nin önəmi burada diqqətə alınmalıdır. Daha sonra və ya ifadəsi var. Və ya. Bu ifadə
qoşa düz xəttlə, üzü aşağı xəttlə belə deyək, bu şəkildə yazılır. Bu nə deməkdir? Mənim yazdığım şərtlərdən ən az biri doğru olmalıdır. Burada yenə əvvəlki kimi çoxlu şərtləri yazdıqda 1000 ədəd şərtimiz var. Onların içərisində əgər bir dənəsi ödəyirsə, yəni düzgündürsə, o zaman bizim kodumuz işləyəcək. Amma heç biri düzgün deyilsə təbii ki işləməyəcək. Burada sadəcə bizə şərt nədir? Ən azı biri doğru olsun. Daha sonra üçüncü operatorumuza baxaq. Buna yox da deyə bilərik. Və yaxud da əks də deyə bilərik. Nəyə görə? Mən normalda A bərabərdir B dedikdə no demiş oluram. Əgər A B-yə bərabərdirsə, o zaman müəyyən bir prosesi həyata keçirir. Amma mən əgər bunun qarşısına bu şəkildə bir nida işarəsi qoysam ki, bu bizim yox da deyə bilərik, əks də deyə bilərik. Yəni bu mənaya gəlir. Bizim verdiyimiz şərtin ödənməməsi halına istifadə edirik. Bu zaman artıq A B-dən fərqlidirsə, mənim belə deyək, kodum işləyəcək. Nəyə görə? Çünki mən A-nın B-dən fərqli olduğu bir situasiyanı istəyirəm. Bu səbəbdən oraya yazmışam ki, A B-yə bərabərdir. Amma qabağında bir nida olduğuna görə bundan fərqlidir olmuş olur. Bunun əksi olmuş olur. Bu şəkildə də biz belə deyək, bu məntiqi operatordan da istifadə edə bilərik. Təbii ki, istifadədə bu belə deyək, nida işarəsindən, bu məntiqi operatordan çox da geniş istifadə edilmir. Bundan əlavə bizim təyinat operatorlarımız mövcuddur. Təyinat operatorlar nədir? Biz müəyyən bir prosesi gördükdə, belə deyək, toplama, çıxma və s. Bu zaman nə edirdik? A üstə gəlinsin B yazıb, onun bir dəyərə mənimsədirdik və onun nəticəsini verirdik. Və yaxud da belə bir ifadə yazırdıq. A bərabərdir A üstə gəlinsin 5. Mən A-nın üzərinə 5 gəlirəm. Yəni öz qiymətin üzərinə bizdə 5 gəlib yenidən A-ya təyin edirəm. Bu tip ifadələrdə artıq biz təyinat operatorlarından istifadə edirik. Təyinat operatorlarında mən bu ifadəni bu şəkildə yazmış oluram. Yəni bu yazılmış, belə deyək, bu yazılış bunun qısaldılmış formasıdır. Bizim təyinat operatorlarımızda əsasən belə deyək, normal riyazi operatorlarımızdan indi sadəcə onlardan sonra bir bərabər işarəsi qoyulur. Yəni toplamada isə toplama bərabərdir, vurmaya dairdirsə vurma bərabərdir. Bu şəkildə istifadə olunur. Daha sonra gedək bu proqramı işə salaq və nəticəni görək. İlk halda mən A-ya 10 olaraq dəyər təyin etmişəm və bu 10-un üzərinə 5 gəlirəm. Yəni A bərabərdir A plus 5, bu da 10 üzəri 5 deməkdir və nəticədə 15-dir. Artıq sonra mən burada A bərabərdir A vurulsun 2 deyirəm. Burada A-nın qiyməti artıq 30 olmuş olur. Çünki bizim A-mız bu toplama əməliyyatına görə artıq 10 deyil, 15-dir və 15-i gəlib burada 2-yə vururuq, cavab edir 30. Daha sonra bölmə əməliyyatında 3-ə bölünmədə mənim A-mın, A dəyişənimin dəyəri, qiyməti 30 olaraq qalmışdı və 30-u da 3-ə böldükdə nəticə alır 10. Yəni bu şəkildə də biz təyinat operatorlarından istifadə edirik. Bizim bundan başqa operatorlarımız da mövcuddur. Bu da bit səviyyəsində əməliyyatlar üçün istifadə olunan operatorlarımız var, bitwise operatorlar. Bunu qeyd edirəm, amma çox da izahat verməyəcəm, çünki bu bir qədər qəliz mövzudur və ilkin səviyyədə bunu bilməyinizə ehtiyac yoxdur. Zaten bu praktikada da çox az istifadə olunur. Məsələn, bu ekranda gördüyünüz ifadələr bitwise operatorlardır ki, bunlar bit səviyyəsində müəyyən əməliyyatları aparmaq üçün istifadə olunur. Bit dedikdə, yəni ikili say sistemi o səviyyədə. Mən əgər burada belə deyək, A bərabərdir 5, B bərabərdir 3, bu iki dəyərlə müəyyən bir bitwise operatorlarını istifadə edərək müəyyən bir proses həyata keçirirəmsə, artıq burada mən 5 və 3 kimi baxmıram. Bunlar artıq ikili say sisteminə keçir və mən ikili say sistemindəki qarşılıqları ilə müəyyən prosesləri həyata keçirdirəm. Bunlar çox da geniş istifadə olunmur. Yəni daha doğrusu belə deyək, gündəlik həyatda istifadə olunmur. Bu səbəbdən sadəcə bunun sizə belə bir şeyin olduğunu barəsində belə deyək, məlumat vermiş oldum. Daha sonra biz keçək
şərt operatorlarından danışaq. Bunlar artıq bu nümunədə siz şərti ifadələri görürsüz. Şərti ifadələr əslində bizim if else dediyimiz o şərt operatorlarının qısaldılmış formalarıdır. Bunun da haqqında zaten belə deyək, gələcəkdə daha ətraflı öyrənəsiniz. Bunlar bizim şərt operatorlarımız var, hansı ki qeyd edeyim, if var məsələn. Bu if bizim şərt operatorumuzda mənası əgər mənasını verir. Biz bunun yerinə buradakı bu sual və qoşu nöqtə ifadələrindən istifadə edirik ki, bunlar da belə deyim, bizim bu şərt operatorlarımızın bir qısaltmasıdır. Bu dərsimiz bu qədər idi. Əgər bir sualınız varsa, mütləq surətdə şərhlərdə qeyd eləyin. Kanala abunə olub, videomu bəyənməyi də unutmayın. Sağ olun.